Hörmətli cənab vitse-prezident, hörmətli qonaqlar, xanımlar və cənablar, bugün biz böyük şərəf hissi ilə vitse-prezidenti Azərbaycanda salamlayırıq. Bizim çox yaxşı bugün söhbətimiz oldu. Söhbətimiz iki tərəfli gündəliyimizə dair bir çox məsələlərə əhatə etdir. Biz Trump-Vance administrasiyasına, Azərbaycana çox müsbət münasibətə görə çox minnətdarıq. Bugün strateji tərəfdaşlığı haqqında xartiyanın imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir və bu 6 ay ərzində getmişdir. 6 ay əvvəl Prezident Trumpla Vaşinqtonda tarixi görüş və həmin bu xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması iki tərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bu bizim üçün bugün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti Amerika Birləşmiş Ştatları ilə qururuq. Biz həmçinin Prezident Trumpa, vitse-prezident Vance'ə və onların heyətinə təşəkkür edirik ki, onlar Qafqazda sülhə töhfə vermişdilər. Ötən ilin avqustunda Ermənistan və Azərbaycan Prezident Trumpın iştirakı ilə Ağ Evdə sazişi paraflamışlar. Biz həmçinin birgə bəyanata imza attıq və o bəyanatı həmçinin Prezident Trump şahid kimi imzaladı və növbəti 6 ay ərzində biz artıq sülh şəraitində yaşayırıq, biz buna öyrənirik və biz ABŞ-ın hökumətinə təşəkkür edirik ki, belə bir böyük bir töhfə vermişdir. Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasına məhdudiyyətləri aradan qaldırmışıq. O cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq. Bu da əslində ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir. Və ən vacib nəticələrdən biri və Trump-Vance administrasiyasının bizim regiondakı göstərdiyi səylərdən biri bu məhz TRIP layihəsidir. Trump marşrutu layihəsidir. Bu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. Asiyanı Avropa ilə Azərbaycan ərazisi vasitəsilə Ermənistan vasitəsilə birləşdirəcək və digər qonşular da bunda iştirak edəcəkdir. Bu da ümumiyyətlə regionda sülhü gücləndirəcək. Bugün ABŞ ilə Azərbaycan arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Xartiyada imzaladığımız, hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcəyik. Antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz həmçinin enerji təhlükəsizliklə bağlı məsələlərdə işbirliyi quracağıq. Hal-hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsini töhfə verir. Onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir. Bağlantılar artıq qeyd etdiyim kimi TRIP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti bir töhfə verəcəyik. Biz eyni zamanda əməkdaşlığın həmçinin müdafiə sahəsindəki avadanlıqların satışı ilə bağlı növbəti səhifəsini açırıq və həmçinin süni intellekt mərkəzlərinin yaradılmasına gəldikdə, bu bugün bizim iki tərəfli gündəliyimizin bir hissəsidir. Bizim artıq ilkin nəticələrimiz Amerikanın aparıcı şirkətləri ilə var. Digər sözlə, vitse-prezident Vance'in ölkəmizə səfəri tarixi hesab edilə bilər və o bizim dostumuz və qonağımızdır və danışıqların mahiyyəti baxımından və strateji xartiya baxımından onun səfəri vacibdir. Bir daha cənab vitse-prezident Azərbaycana xoş gəlmişsiniz.